Hər birinizi Rəbbin ismi ilə salamlayıram. Rəbbəm də olsun bugünkü gün üçün. Və bugünkü mənim sizinlə bölüşəcəyim mətin müqəddəs kitabdan, Əhd Ətiqdən olacaq. Amma mətnin kim haqqında və nə haqqında olmamışdan qabaq bir neçə fikir söyləmək istəyirəm. Və istəyirəm təsəvvür edin. İnsanlar təsəvvür edin ki, onlar hər şeyini itiriblər. Və yaxud İnsanlar təsəvvür edin ki, düşmən xalq tərəfindən torpaqları işğal olunub və bütün həyatını itirib. Əlində təkcə canı qalıb və artıq heç nəyi yoxdur. Və başına nə gələcəyi bəlli deyil. Valideynlərini, qohumlarını, hamısını itirib, bəlkə heç biri artıq yoxdur. Kimlərsə öldürülüb və yaxud kimlərsə əsir alınıb və qədim dövrlərdə əsir alınan insanlar satılırdı bir hissəsi, qul kimi və düşünün ki, bu insan onları daha heç vaxt görməyəcək. Sən bilirsən ki, yaxının sağdır haradasa, amma heç vaxt onu görməyəcəksən. Çünki onu satıblar. Biz, ölkə kimi biz də müharibə görmüşük, əziyyətlər görmüşük və nələrdən keçmişik və bunun çətinliklərini, izlərini biz də yaşamışıq və yaxud insanlar var, hələ də yaşayırlar. Və bugün sizinlə danışacağım insan müqəddəs kitabdan Daniel Peyğəmbər haqqındadır. Və Daniel Peyğəmbərin həyatı çox mənalı və çox belə, mən deyərdim, cəsarətli insan olaraq yaşayıb. Və müqəddəs kitaba baxanda, ümumiyyətlə tarixə baxanda görürük ki, böyük bir, Daniel Peyğəmbərin dövründə böyük bir imperiya var idi. Babil imperiyası. Və Babil imperiyası ətraf bütün xalqları işğal eləyirdi. Və beləcə onlar İsraili, Yahudanı işğal eləyir və bütün hər şeyi dağıdırlar. Əsir düşən insanların mənəvi və psixoloji vəziyyətini təsvir etmək çox çətindir, bəlkə də mümkün deyil. Onların həyatı artıq padşahın ağzından çıxacaq bircə sözə bağlıdır. Təsəvvür edirsiniz, insanın həyatı padşahın ağzından çıxacaq bircə cümləyə bağlıdır. Və biz görürük ki, müqəddəs kitabda Babil hökmdarı o dövrdə Navuxodonosor idi. Və padşah əmr edir ki, onun sarayında ona xidmət etmək üçün xüsusi cavanlar seçilsin və xüsusi hazırlansın. Onlara xaldeylərin, Babillərin dilini, dinini, mədəniyyətini, ədəbiyyatını öyrətsinlər. Və onlar bütün ömürləri boyu o padşaha və o padşahlığa qulluq etsinlər. Padşah iki şey istəyir edin onlar üçün. Bir, onlara öyrədin. Bu əslində əsas vacib olan şeydir. İkinci, onların padşahın yediyi yeyib içməkdən verin. Və padşah bir şey dedir, onların adlarını dəyişin. Baxın, onların hər birinin adı İsrail Allahının adına uyğun adları idi. Amma padşah bunu dəyişir və onların büt adları qoyur onlara və istəyir ki, onların artıq keçmişini unutsunlar. Babil təhsili bu dövrdə onların ideologiyası İnsanların adını dəyişməklə göstərilirdi. Bu ideoloji bir təhsil idi. Təsəvvür edin, Yahudi gənclərin öz əvvəl inamlarına bağlı olan adları dəyişdirilir və bununla da Babil tanrılarının adlarını qoyaraq onların keçmişini silmək istəyirlər. Məsələn, Allah mənim hakimimdir mənası verən Danielin adı dəyişdirilərək Bel, yəni Babil Allahı Bel, padşahı qoruyur adını qoyaraq Baltasar qoyurlar. Allah mərhəmətlidir mənasını verən Ananiya isə Sadrax adını, yəni Aku, o da Babil Allahıdır, onun adını qoyurlar. Rəbbə kim bənzər mənası verən Mişael, bizdə də Mikail belə gəlir, çıxır Azərbaycan dilinə, Akuya, yəni Babil Allahına kim bənzəyir adını verirlər. Və nəhayət adını bənzəyən Misaq adı verirlər. Sonra nəhayət Azariya, Rəbb mənim köməkçimdir adını dəyişirlər
Neqonun qulu, Babil Allahının qulu adını verirlər. Və bu padşah istəyirdi ki, onlar öz keçmişlərini, öz Allahlarını, öz həyatlarını unutsunlar. Beyin yumaq hardasa deyərdim buna. Amma müqəddəs kitabda, Tövrat kitabında Allah İsrail xalqına nə tapşırır? Səni Misir torpağından, köləlik diyarından çıxaran Rəbbi unutma. Ehtiyatlı olun ki, Allahınız Rəbbi unutmayasınız. Qanun təkrarı kitabında belə ayələr həddən artıq çoxdur. Və Allah istəyir ki, onu unutmasınlar. Şeytan istəyir ki, biz Allahı unudaq. Əslində, bugün bu həqiqət yenə dəyişməz olaraq qalır. Və bugün də, dünən də bu həqiqət dəyişmir. Biz bəzən bir ay əvvəl Allahın etdiyini unudanda, Allahın etdiyini görməyəndə biz sanki unutmuş kimi oluruq ki, Allah dünən nə etmişdi mənim həyatımda. Biz bugün deyinəndə, narahat olanda, şikayət edəndə, niyə Allah əvvəl etdi, indi etmir kimi suallar verəndə biz unutmuş oluruq. Şeytan hər cür hiləyə əl atır, bizim həyatımıza bu hilələri atır ki, biz Allahın etdiyini tezliklə unudaq. Çox vaxt biz əslində belə oluruq. Çox vaxt insanlar yaxşılığı unudurlar. Eləcə də biz həyatımızda kiminsə etdiyi yaxşılıqları da unutmamalıyıq. Buna görə həmişə minnətdar olmalıyıq. Çünki Allah o insanı sənin və mənim həyatımda istifadə edərək bizə hansısa yaxşılıq edib. Ona görə biz unutqan olmamalıyıq. Biz soruşsam, çoxumuz 5-10 il əvvəl bizə edilən pisliyi çox detallı yadımızda saxlayırıq. Amma çox azımız bizə edilən yaxşılığı xatırlaya bilərik. Və bu əslində çox təhlükəlidir. Biz unutmalı deyilik. Və Zəbur 103-də kim oxuyubsa, biz görürük ki, Allah Peyğəmbər vasitəsindən bir neçə şeyi təşkil edir. Unutma etdiyi yaxşılıqları. Səni qəbirdən xilas elədi, sənin başına tac qoydu, səni yüksəltdi, qaldırdı və unutma etdiyi yaxşılıqları, sənin günahlarını səndən uzaqlaşdırdı, səni xilas elədi, səni çətinlikdən keçirtdi və unutma etdiyi yaxşılıqları Allah deyir. Və bu Allahın bizdən birinci istədiyi şey ki, biz unutmayaq. Hər birimiz sadalasaq, həddən artıq Allah bizim həyatımızda yaxşılıqlar edir. Bəzən şəxsən özü, bəzən yaxınlarımız, bəzən tanımadığımız hətta insanlar vasitəsilə. Çünki Allah bizi sevir. Və biz görürük ki, burada başqa bir şey də şeytan etmək istəyir Daniyelə və onun həyatında olan onun dostlarına. Onlara padşah öz yeməklərindən təklif edir. Bu isə İsrail xalqının qanun kitabında qadağan etdiyi, haram saydığı qidalar idi. Və onlara istəyir ki, bu qidaları qəbul edək, Allahın əmrini pozsunlar. Çünki o yeməklər bütlərə həsr olunmuşdu. Ondan yemək artıq Daniel və onun dostları üçün bütlərə hörmət mənası daşıyırdı. Eləcə də çünki o yeməklər birinci bütlər üçün kəsilirdi və o şərab və içkilər bütlərə qarşısında təqdim kimi tökülürdü, sonra verilirdi insanlara. Bu qəbul olunmazdı. Biz burada Danielin verəcəyi qərar nə qədər vacib idi. İndi təsəvvür edin, o quldur, heç bir haqqı yoxdur, ömrü boyu ancaq xidmət etməlidir, hər şeyini itirmiş bir insandır. O Allaha qəzəbli ola bilərdi, çünki Allah belə baxanda icazə verdi. Yaxınlarını itirmiş, kədər və qəm içində olan bir cavan və təsəvvür edin, cavanlar çox vaxt üsyankar olur və belə vəziyyətdə tamamilə üsyankar bir insan ola bilərdi. O düşünə bilər ki, bizi bu vəziyyətə salan Allahdır. Ona görə də mən də onun əmrini pozacağam, necə deyirlər, acığa, qulluq etməyəcəm ona. Heç nəzərə almayacağam ki, Allah nə istəyir. Artıq mənə maraqlı deyil Allahın istəkləri, çünki mən qulam və ömrü boyu da burada qalacam.
və heç vaxt onun ailəsi belə olmayacaqdı. Heç nəyə olmayacaqdı. Amma bu çıxılmaz vəziyyətdə atılan addım və verilən qərar onun nə qədər iradəli bir gənc olduğunu və Allahı hər vəziyyətdə razı salan bir ürəyə malik olduğunu göstərir. Onun, deyərdim, bəlkə də dəmir bir iradəsi var idi. Görün, Daniel Peyğəmbərin kitabı 1-ci fəsil 8-ci ayədə nə yazılıb? Daniel qərara aldı ki, padşahın verdiyi yeməklərlə və içdiyi şərabla özünü murdar etməsin. Buna görə də özünü murdar etməmək üçün hərəm ağalar rəisinə müraciət etdi. Həyatda nələrisə dayandırmaq və ya dəyişmək istəyiriksə, biz qərar verməliyik. Əgər nəsə həyatımda dəyişilmirsə, illərlə əlbəttə ki qalırsa, demək mən qərar verməmişəm dəyişməyə. Çünki bu mənə xoşdur. Əgər mən qərar verməmişəm ki, daha yalan danışmayacağam, nifrət etməyəcəyəm, mən illərlə də bunu edirəmsə, demək qərar verməmişəm. Bu mənə xoşdur. Əgər mən deyirəmsə, kiminsə həyatını məhv edəcəm, bundan zövq alıramsa, demək mən heç vaxt qərar verməmişəm ki, dəyişəcəm. Bunu mən sevirəm. Başqalarını məhv eləyim, başqalarının həyatına qarışdırım, püskünə qoyum. Demək mən istəmirəm bunu, bu mənə xoşdur. Daniel qərara gəlməsəydi, heç nə dəyişməyəcəkdi və onun həyatı Allahın planına tabe olmayacaqdı. Daniel ürəyində qərara gəlir və sonra addım atır. Bugün sən İsa Məsihin kimliyini haqqında eşidəndə və oxuyanda qərara gəlib, onun sənin xilaskarın olmasını qəbul etməsən, o sənin həyatına gələ bilməyəcək. 25 il əvvəl mən İsa Məsih haqqında eşidəndə birinci çox mübahisə edib və dalaşırdım. Çünki mənim öz düşüncəm və öz fəlsəfəm var idi. Nə vaxt ki İsa Məsihi həyatıma buraxdım, icazə verdim uzun bir vaxtdan sonra, həyatım dəyişəndə onda özümə sual verdim. Kaş mübahisə etməzdim, elə əvvəldən onu qəbul edərdim ki, daha rahatlıq və Allahın kimliyini dərindən başa düşərdim. Bəzən deyirdim, itirdim də onları. Niyə? Və biz görürük ki, o Rəbbin sözünə görə addım atır. Çünki Daniel ürəyini qorumaq istəyirdi. Süleymanın məsəllərində yazılır ki, hər şeydən əvvəl ürəyini qoru, çünki həyat çeşməsi odur. Ola bilsin adının dəyişməsinin qarşısını ala bilmədi. Və bu o qədər də vacib deyildi. Amma ürəyini qorumaq ən vacib idi. Bunun üçün qərar verib addım atmaq lazımdır. O bilmirdi bu addımın nəticəsi necə olacaq. Onun qərarı qarşı da çıxa bilərdilər, əks də gedə bilərdilər, qəbul da edə bilərdilər. Amma, necə deyərlər, o risk etdi. O, çox cəsur insan idi. Belə bir vəziyyətdə cəsarətli olmaq hər adama nəsib olmur. Onun üçün canından çox Allahı razı salmaq və Allahda qalmaq vacib idi. Onun üçün kompromisə getmək deyil, Allahın istəyini etmək vacib idi. Və bugün sən və mən qərarlar verə bilərik. Addımlar atmayacaqsa, heç nə dəyişməyəcək. Heç nə düzəlməyəcək. Daniel qərar verib addım atmasaydı, Rəbb hərəm ağası rəisinin ürəyində hazırlamayacaqdı. Əgər mən heç nə etmədən ancaq Allahdan gözləyirəmsə, heç bir nəticə olmayacaq. Mən özüm də addım atmalıyam, istəməliyəm, qərar verməliyəm ki, Allah mənə lütf etsin. Biz görürük ki, Daniel bunu edir və yaxınlaşır o insana. Və mən necə edirəm? Həyatımda nəyisə dəyişmək üçün qərar verirəm, yoxsa vermirəm. Və Daniel heç vaxt bu qərarı pozmadı. O, bunu yerinə yetirmək üçün sabit dayandı. Necə Korinfillərdə yazılıb, ayıq olun,
İmanda sabit durun, mərd və möhkəm olun. Amma bəzən biz yaxşı başlayırıq, amma bir müddət sonra dayanırıq. Əgər nəyəsə qərar verib bir müddət sonra dayanacaqmısa, ondan sonra başlamayın. Zəbur 119-da 49-dan 56-ya kimi oxumaq istərdim sizlər üçün. Sən quluna verdiyin sözü xatırla. Bu sözünlə mənə ümid vermisən. Əzab çəkəndə bundan təsəlli tapıram ki, kəlamın məni həyata qaytaracaq. Lovğalar mənə çox istehza etdilər, amma sənin qanunundan dönmədim. Əzəldən var olan hökmlərini xatırladıqca, ya Rəbb, bunlardan təsəlli tapıram. Qanununu atan pisləri görərkən qəzəb məni bürüyür. Sənin qaydalarını bu qürbət eldə ilahi tək oxuyuram. Hər gecə adını yadına salıram, ya Rəbb, qanununa bağlı qalıram. Baxın, inanıram ki, Daniel belə güc verən, qüvvətli edən Allahın sözləri idi. O qürbət eldə o sözlərlə təsəlli tapırdı. Çünki hər şeyini itirmişdi. Allahın sözü ona təsəlli idi. Onun üçün Allahın sözünü icra etmək bir adət idi. Yazılıb Danielin kitabında o 3 dəfə gündə üzü Yerusəlimə dua edirdi. Bu adəti təhlükə altında olanda belə bunu dəyişmədi. Çətin vəziyyətlərdə həyatıma gələndə atdığım addımlar Rəbbin istəyinə uyğun olur. Yoxsa çətinlikdəyəm deyə dünyanın təklif etdiyi düzgün olmayan addımları atıram. Halbuki normal vaxtda buna günah kimi baxıram. Bəzən biz belə deyirik. Çətinliyə düşəndə o addımları atırıq ki, hansı ki normal vaxtı bizim üçün bu yaxşı deyil. Daniel hərəm ağaları rəisinə deyir ki, 10 gün bizi yoxla, biz padşahın yediyi qidaları yemirik, tərəvəzlər və meyvələr yeyəcəyik. O özünü bütə təqdim edilən yeməklərlə murdar etmədi. Hətta əksi baş versəydi belə, rəis onu dinləməsəydi belə, mən əminəm ki, Daniel ölümü seçərdi, amma kompromisə getməzdi. Çünki onun həyatının sonrasını oxuyanda biz görürük ki, bu tamamilə belədir. Bugün biz murdarlıq və pisliklə qarşılaşanda qərarlarımız nə olur? Rəbbin ayələri qəlbimizdə dayanıb və bizə kömək edirmi ki, günah etməyək? Necə Davud deyir, sənə qarşı günah etməyim deyə kəlamını qəlbində qoruyub saxlamışam. Bugün biz günah ilə qarşılaşanda qərarlarımız nə olur? Baxın, hərəm ağaları rəisinin ürəyində Danielə qarşı lütf və rəğbət yarandı. Bilirsiniz, heç bir işğal olunmuş torpağın insanına qarşı belə bir mərhəmət yarana bilməzdi. Burada rəğbət sözünü biraz dərinə gedəndə bilirsiniz nəyə bənzəyir? Ananın övladına olan rəhmi mənasındadır. Təsəvvür edirsiniz? O rəisin ürəyində yarandı. Amma bilirsiniz dərində duran əsl həqiqət nədir? Bunu Daniel özü qazana bilməzdi. Əlbəttə Daniel insan kimi keyfiyyətli və düzgün xarakterli insan idi. Amma nə olsun? Bu dünyada həmişə belə insanlara qiymət verilir? Yox. Əgər Allahın lütfü hərəm ağaların rəisinin ürəyində yaranmasaydı, o bunu etməyəcəkdi. Biz Məsihə istədiyi kimi yaşayanda bizə qarşı həmişə çıxanlar olur, hardasa, necəsə. Bizi incidənlər, bizi ağrı verənlər olur. Biz bunu Rəbbə təhvil verməliyik. Qisas almalı deyilik. Rəbb o insanların həyatında işləyəcək. Mütləq işləyəcək. Dua ilə onları Rəbbə verək. Biz Yusif Peyğəmbərin həyatını oxuyanda da əslində görürük ki, necə eynən Daniel Peyğəmbərin həyatı kimidir. Patifarın evinə gəlir, Patifarın gözündə lütf qazanır.
Biz görürük, yazığa şər atırlar, həbsə atırlar. Orada həbsxana rəisinin qarşısında lütf qazanır. Sonra görürük, oradan da Allah onu aparır və Fironun qarşısında lütf qazanır. Çünki Rəbb onunla idi. O heç bir yerdə qisas almadı. O Rəbbə verirdi hər şeyi. Ona görə bu çox vacibdir. Daniel lütf qazandı və o vəziyyətdən çox yaxşı çıxdı. Onlar tərəvəzlər, meyvələrlə qidalandı və daha gümrah göründülər. Və sonra da biz görürük ki, padşah Nabuxodonosor onları, o 4 dostu vəzifəsini qaldırır və öz yanına çağırır. Allah bizim həyatımızda bir işə başlayanda onu çox yaxşı axıra çatdırır. Xaldeylər onun adını dəyişdi. Bir nəfər çox yaxşı demişdi bunu, mənə çox təsir elədi. Deyir, Xaldeylər onun adını dəyişdi, amma təbiətini dəyişə bilmədilər. Xaldeylər onun adını dəyişdi, amma xarakterini dəyişə bilmədilər. O olduğu mühitdə adı dəyişildi, ətrafında demək olar çoxu bütpərəstlər idi, amma onun xarakteri Allahın istədiyi kimi qaldı, hətta bunda belə böyüdü, daha da yüksəklərə Allah onu qaldırdı. Bugün bizə dünya fərqli yollarla təsir edir. Amma imanımıza sadiq qalaq. Bugün bizə fərqli yollarla dünya əzmək istəyir. Amma biz möhkəm dayanaq. Çünki İsa Məsih də bu şeylərdən keçib və İsa Məsih diridir. Bugün diri olan Məsihi qəbul etsən, Allah hər yerdə Daniellə olduğu kimi səninlə olacaq. Bundan böyük imtiyaz ola bilməz. İsa Məsih deyir ki, dövrün sonuna qədər sizinləyəm. O diridir. Biz diri olanın ardınca getsək, bizim üçün daha yaxşı olmazmı? Əgər ölü insan hansısa bir yol gətiribsə və o özü ölü olaraq qalıbsa və özü dirilə bilməyibsə, o insanın verdiyi yol mənə nə kim eləyə bilər? Çünki o özü də dirilməyib. Amma İsa Məsih dirilib. O diridir. Və diri insan, diri varlıq demək ölümə qalib gəlib. Ölümə qalib gələn məncə bu dünyada ən qüdrətli şəxsdir. Çünki kim ölümə qalib gəlib? Kim ölümün üstünə gedib və ölümə qalib gəlib və ölümdən dirilib? İsa Məsihdən başqa heç kəs. İsa Məsih ölümə qalib gəldi, çünki o qüdrətli Allahın oğludur. Onu qəbul edənə avtomatik Allahın övladı olursan. Onu qəbul edən avtomatik qul statusundan çıxır və Allahın övladı statusuna keçir. Bu ən gözəl, xoş xəbərdir. Rəbbə həmd olsun ki, o bizə imkan verir ki, biz onun sözünü oxuyaq, bu həqiqətlər onda görək. O Rəbbin lütfi sizinlə olsun, sizə xeyir dua versin.